Deməli, biz otelimizə gəldik. Sadəcə check-in saat 14:00-da olduğu üçün hal-hazırda boş otaqları yoxdur və qonaqlar çıxış eləməyib. 12-də çıxış edir qonaqlar və biz də 12-1 aralığında belə daxil ola bilərik. Yəni 14:00 gözləməsək də olar, amma boşluq olmadığı üçün indi də girə bilmədik. Ona görə də biz də çamadanlarımızı orada qoyduq. İndi bir qısa İstanbul turu eləyək. Əslində uzanmağa o qədər ehtiyacım var ki, amma nə demək olar? Biraz tur eləyək. Bu arada tramvay göstərirəm sizə. Baxın, bu metrodur, tramvaydır bu. Tramvay da. Gələn kimi simit istəyirik. Hal-hazırda mən kameranı yandırdım, güneş batdı. Hal-hazırda gəlmişik Sultanahmet Camisinə. Dedik, oteldəki otaq hazır olana qədər buranın bir fırlanaq, çünki bizim otelə çox yaxındır. İndi sizə kənardan və həyətində göstərəcəm. İçini bilmirəm, giriş var ya yox, amma bacardığım qədər göstərəcəm. Bura dəstənamaz almaq üçün yerlərdir. Ümumi həyəti belədir. Bu isə məscidin özüdür. Məscid o qədər böyükdür ki, o qədər belə şaxşalı deyirlər. Həqiqətən də elədir ki, yəni o qədər cılız qalırıq ki yanında. Bu arada burada çəkdirdiyim şəkilləri də ekrana yerləşdirirəm, baxa bilərsiniz. Çox gözəl şəkillər alınır. Əgər səhər saatlarına getsəz, mütləq şəkildə burada qəşəng şəkillər alındıra bilərsiniz. Məndən sizə məsləhət, mütləq səhər tezdən günə başlayın. Həyətinə giriş elədik. Çox böyük ərazisi var. Demək olar divarlarda sadəcə ayinlər, dualar. Mən ərəb dilini bilmirəm, düzü. Yəqin dua yazılıb. Və burada ciddi nəzarət var. Məsələn, burada qayda qanunla içəriyə girməyə ancaq icazə verilir. Burada içəriyə giriş pulsuzdur. Baxın, burada yazılıb. Sadəcə olaraq başbağlısız icazə vermirlər. Ona görə də təəssüf ki, biz girə bilməyəcəyik içəri. Buraları sözsüz daha belə detaylı və ümid edirəm ki, az insan olan bir vaxtını tapa bilsəm, yenidən çəkəcəm. Sadəcə olaraq indi gəlmişəm dedim çəkim, bəlkə sonra fürsət olmaz və yaxud da gəlmərik bura. Belə. Türkçe konuşuyor. Kocam bana kızıyor. Diyor benim başım ağrıyor. Yeter artık. Neden? O zaman neden Türkiye'ye geldik? Hı? Hı? Sorarım size. Neden? Biz indi Kamran bilmirəm eşitsək deyib gidelim paraları çarçur edelim. Mən acam, nahar vaxtına az qalır. Dedik otelə getməzdən qabaq yemək yeyib belə gedək. Atma. Hə. Gəldik burada dövizçi deyirlər burada. Məzəninə uyğun olaraq pulu dəyişdik. Bu arada bəlkə kişilər bunu adətən bilir, amma xanımlar üçün deyim ki, ən yaxşı variant çox az TL ilə gəlib ki, təyyarədən düşər kimi bəlkə ehtiyac olar. Daha sonra USD-ləri, yəni dollarları TL-yə çevirmək ən məntiqli seçimdir. Yəni əgər gələsi olsanız mütləq elə eləyin. İndi gəlmişik, nəhayət bir dənə yer seçib otura bildik. Bura bildiyimiz kafe tipli bir yerdir, belə açıq məkandır və lokanta yeməkləri kimi yeməkləri var. Hal-hazırda gördüyünüz kimi bura neydi balam? Sultanahmetə yaxınıq. Belə, çox acam. Bayaqdan yer axtarıq. Hara gediriksə Kamran bəyənmir, tipini bəyənmir, yeməyin stilini bəyənmir, məkanı bəyənmir. Məncə yeməyini seç, sonra videonu çəkərsən. Yeməyimi seçim gəlirəm. 5 dəqiqə. Teşekkür ederiz. Belə. Necə ətin dadı? Türkiyənin ətlərini çox pis deyirlər. Ona görə bizə maraqlıdır. Kamran ətli sifariş edib, mən də toyuqla. Bax, Toranda biz köftə yirdik. Ora 8 versən, buna 6 yarım zat verərəm. Çox da öldürməm. Bax, bir dənə dadla. Belə baldı pis deyil. Düzdür, bizim ətlər daha dadlıdır.
Amma vabstır idi, yəni yeyilə bilən qədərdir. Mən sən daha bu Pravstek qalerinin nələrini demirəm də, köftələrini zaten onlar heç. Büyüləri bizimki qədər dən olmasa da dadlıdır, yəni pis deyil. Və bunlar büyüyə, səpirəmsə bu şefriyət də, tünd rəngli olan. Gedəcək, sən ona baxmasan gedəcək. Tünd rəngli olan şefriyət səpirəmsə ondan vururlar. O da bir ayrı dad qatır, maraqlıdır. Toyuğun necə dadır? Toyuğun da dadına baxın. Bir nəfər əl uzunluq eləyir. Steyl. Normal. Kör namaz zırrayıblar sözün əslində. Körünü çox vurublar. Köri sosunu çox, daha doğrusu köri baharatını çox vurublar. Yeyim gəlirəm. Yedik, içdik, doyduq. 50% özümə gəldim. 50% özümə də gələ bilməyim üçün gedib yatmalıyam. Buradan çıxaq gedək otelə. Otel çox yaxındadır onsuz da. Otaq hazır imiş artıq. Gedək otelə. Biraz yataq dincələk. Sərfəli bir məkanda 2 nəfər üçün yemək təxmini 33 manat tutur burada. Oteldə qidalanma sadəcə səhər yeməyi seçmişik. Biz çıxdıq. Bu arada sizə otelin terasını göstərmək istəyirəm. Gəlin baxaq. Ay, nə gözəl günəş var. Mənzərəmiz belədir. Elə düz bizim otağın yanındadır. Axşam oturmaq üçün idealdır. Oteldə otağı çəkməmişəm. Ola bilər ki, bəzilərinizə maraq doğursun ki, nəyə görə çəkməmişəm. Çünki otaq bir qədər balaca idi və düzü bu qədər balaca gözləmədiyim üçün artıq otel çəkməyə də həvəsim olmadı. Bu arada burada iftar çox qəribədir. İndi düşəndə görəsiniz nəyi nəzərdə tuturam. Bu açılır. Bunu özümüz açmalıyıq. Necə açırdıq? Belə. Bu arada otağın kiçik olmağı bizim üçün wow bir problem değildi. Çünki biz çox gəzməyi sevdiyimiz üçün onsuz da elə səhər tezdən çıxıb axşam yatmağa qayıdırdıq. Bir də ki, ən əsası buradakı personalın gülərüzlüyü, yardımsevərliyi və o qədər müştəri məmnuniyyətinə önəm verirlər ki, inanın, yəni hər şey yaddan çıxırdı və o qədər xoş aura bəxş edirdi ki insana. İnsanın hər axşam gəlib belə onlarla 5-10 dəqiqə söhbətləşməyə belə bütün yorğunluğu aradan qaldırırdı. Deməli, bura belə Targov kimi. Düzdür, Targov Subunoranın taksimidir. Sadəcə burada da belə balaca yer var, hansı ki insanlar burada alışveriş edir. Döviz. Burada da dövizə bax kocam. Görsən. Kamran bayaq dövizcidə narahat idi ki, az dəyişdik. Ümumiyyətlə İstanbulda, bilmirəm digər bölgələrdə necədir, amma İstanbulda dövizcilər fərqli qiymətlər qoymuşdular və hansı sərf eləyirsə orada dəyişirdik. Bu arada mən elə bilirdim ki, hər yerdə o qırmızı rəhtə var ya, tramvay, ondan da. Sən demə sadəcə Taksimdəymiş. Bura otellər küçəsidir, həm də dəhşət dərəcədə çox otel var. Ona görə də burada biraz insan sıxlığı da çoxdur. Turistlər ancaq buralarda qalır. Biz də turistik, hə qocam? Benim dükkanda işim var. Uşaqlıqdan bəri o qədər türk seriallarına baxmışıq ki, Türkiyədə niyə sözümü turist kimi hiss eləmirdim. Bir anlıq ayıldım ki, biz də turistiyik burada əslində. Burası çəkilməli. Belə ana yoldan gedirik qarşıda Boğaza. Nəhayət bir boğaz gördük. İyisi burnuma gəldi ha. Çox sıx küçələrdə çalışıram ki, ehtiyatımı qoruyum, amma belə maksimal dərəcə bütün maraqlı yerləri göstərməyə çalışacağam. Baxın, görün burada nə var? Əgər ümumiyyətlə istirahətə gedirsinizsə, mütləq şəkildə telefonunuza Google Maps adlı proqram yükləyin.
Yəni bu sizə çox kömək olacaq. İstənilən getmək istədiyiniz yerin adını yazırsınız və orada çıxır. Günümüzdə çox şükür ki, TikTok, Instagram kimi platformalarda da bütün gəzməli məkanları öncədən siz kəşf edib tapıb siyahılaşdırıb belə getsəz sizin üçün daha rahat olacaq. Mənə elə gəlir ki, əgər siz araşdırmadan hara gedəcəklərinizin siyahısını tutmadan getsəz, artıq orada çox vaxt itirəcəksiniz. Çünki yollar bir qədər qarışıqdır. Dili bilmək çox yaxşıdır ki, ən azından ünsiyyət qura bilirsiniz, amma bu o demək deyil ki, yəni siyahsız getmək lazımdır. Suyun dibi görünəcək qədər təmiz olmasa da yenə də təmizdir. Belə baxana, yəni suyun rəngi firuzəyi rəngdir. Videoya nə qədər əks olunur bilmirəm. Kənar hissələrində zibil yığıntıları var. O da çox az miqdarda. Belə amma qoxusu çox təmizdir. Yəni Xəzərdən həmişə neft qoxusu gəlirsə, təsəvvür edin ki, burada çox təmiz, belə saf bir qoxu gəlir. Çox bəyəndim. Eminönündəki bizim dayandığımız yerdən həm vapurlar çıxırdı, həm də ki, boğaz turu eləmək istəyən turistlər və yaxud da yerlilər üçün böyük gəmilərdə artıq turlar həyata keçirilirdi. Düzünə qalsa biz ilk başda görəndə bu tura həvəslənmişdik, amma sonradan vapur daha yaxşı gəldi. Çünki vapurlarda sıxlıq daha az olurdu. Kamran bir mövzuya değinmişkən, mən də bu haqda bir şeylər demək istəyirəm. Hətta yox, qoy Kamran öz desin. Deyirəm. Çox təəssüflər olsun ki, burada insanlar çox da ətraf mühitə fikir vermirlər təmizlik baxımından. Mən bəzən Bakıda narahatçılıq keçirirdim ki, insanlar niyə yerə zibil atırlar. Yəni buranı görəndən sonra başa düşürsən ki, Bakıda insanlar daha duyarlıdır. Məncə də. Yəni düşünün ki, hamı əlindəki yerə atır. Şəhərin mərkəzi ümumiyyətlə, yəni Ayasofya tərəfdə falan insanlar siqaret çəkir, yerə atır. Yəni mən görəndə bizdə bir dənəsini belə əsəbləşirdim. Amma burada hamı belə ürək istədiyi kimi davranır. Ev ki, küçələr də süpürmürmüşlər kimidir. İctimai yerdə siqaret çəkənlər çoxdur. Hə. Məsəl üçün mən yolda Bakıda kimsə qabağına siqaret çəkə-çəkə gedəndə bəzən yaxınlaşıram ki, ya da ictimai yerdəsən də narahatlıq yaranır. Başa düşürlər, amma burada hamı siqaret çəkirdi, heç kəsə heç nə deyə bilməzlər. Təsəvvür edin, burada qadınlar kişilərdən də çox siqaret çəkir. Yəni ona görə də bildiyiniz biz nahara oturmuşduq, siqaretin iyisindən dözə bilmədik də o dərəcədə. İstanbul kart alaq. Getir onu ya. Allah. Var İstanbul kart. Biz indi İstanbul kartı alacağıq. Var İstanbul kart. Bu transaction. Okay. Only debit kartı to put down. Bir günlük istifadə, 15 günlük istifadə, 5 günlük istifadə, 7 günlük istifadə. Bu başqa sordu. Nəsə deyib sordu. İstanbulun demək olar ki, çox səmtində camilər var. Bu əslində insana həm də xoş gəlir. Bura isə balıqçıların məskənidir demək olar ki, burada balıq tuturdu hamı. Aşağıda isə balıq ekmek satılırdı. Bizim metro, bu səs. Bu səs. Kargovdan çeşitli səs. Bura metro altı kimi bir şeydir. Belə hədiyyəliklər, paltarlar, ayaqqabılar, çantalar, belə şeylər satılır. Bildiyiniz dəhşət sıxlıq var. Bizə market lazımdır. Bir dənə abi dedi ki, keç buradan, oradan, keç buradan, keç. Yəni bizim kimi addım baş market deyil də burada. Hələ də market axtarırıq. Abi də bizi bura yönləndirdi ki, burada nə istərsən var. Yekində isə market tapa bilmədik. Ona görə də adi belə balaca bir yerdə simit satılan yer idi, səhv eləmirəmsə. Oradan bir dənə su alıb içib yolumuza davam eləməli olduq. Ümumiyyətlə burada ən çox çətinlik çəkdiyim şeylərdən biri zibil qabı tapa bilməmək, market tapa bilməmək. Yəni bu iki şey demək olar ki, tapılmırdı da, yəni. Siz bunun şirinliyinə bir dənə baxın. İtə oxşamır heç. Daha sonra yolumuzun üstündə Mısır çarşısı var idi. Dedik girək nələr var nələr. Burada belə quru dolmalar gördüm. Onun dadı çox maraqlıdır. Mənə mütləq növbət dəfə gedəndə dadına baxacağam. Qızlar, qızıllara baxın. Burada evlənənlərə belə qızıl taxılmışlar. Necə ağır, necə samballıdır.
Amma mən taxa bilmərəm. Instagrama bir dənə video çəkməliyəm, ona görə də baklava yeyəcəm. Ay, mən bunların dadını sevirəm. Hədiyyəlik belə bir set bağlatdırmaq istəsəz, üstündə qiymətləri var. Bu arada mən düşünürdüm ki, yəqin ki, burada lokumla baklava çox ucuz olar, amma əksinə o qədər baha idi ki, bu gördüyünüz lokumlar 1600 TL idi. Deməli, burada Kamran kimlə danışırsa, deyir, Azərbaycan, deyir, hə, deyir, Bakı, deyir, hə. Deyirəm, hardan bilirlər? Yəni, əslində, dillərini yaxşı danışdığımızı zənn edirəm. Demək ki, o qədər də yaxşı danışmırıq ki, fərqi tuturlar və düşünürlər ki, kim bizim dili bu qədər yaxşı bilə bilər? Azərbaycan. Nəysə belə. İndi Instagrama bir dənə video var, onu çəkmək üçün gedirik bizim otelin ətrafına, Ayasofya falan tərəfə. Orada videomuzu çəkəcəyik, sonra təkrar yenə də bu tərəflərə qayıdacaq. Bu tərəflər hansı tərəflərdir? Bu tərəf deyirəm. Bura haraydı bala? Emin önündəyik də, Emin önündən gedir. Emin önündə. Hə, inas burada biz necədir? Küçədən küçəyə keçəndə də xəbəri olmur. Məsələn, Eminönü küçədir, yoxsa yerdir? Ərazi. Məsələn, biz Targovdan sahilə keçəndə bilirik. Çünki Targovun sahil ərazisi başqadır, sahilin ərazisi başqadır. Niyə də bilmirəm, beşdə biz öyrəşmişik ona görədir. O da ola bilər. Burada məncə Burger King, McDonald's daha məşhurdur. Çünki McDonald's elə çox insan yoxdur, amma Burger King ağzına qədər doludur demək olar. Fiyat performansıdır da. Ola bilər. Azərbaycanda Burger King-ə üzünə baxan yoxdur. Əslində hə, burgerlərin dadı bir o qədər. Əslində manqalda pişir də belə baxan. Orada bir dənə set var idi, manqalda pişən elə. Manqal nə bir şey yapmalı çıxır. O daha yaxşı idi əslində. Yoxsa steak burgeri idi məsələn, belə bir şey. Bura Hürrəm Sultan hamamıdır. Baxın, baklavalar bol fıstıqlıdır və çox ləzzizdir. Biz az şərbətli olan götürmüşük. Ona görə ürək o qədər də vurmur. Amma bol şərbətli sizə bəlkə də dadlı ola bilər. Buralar bizim otelimizə çıxan yollardır. Baxın, necə səliqəli yerdir bura. Kamran, bura haradır? Çox səliqəlidir. Deraldiya, Ottoman kol. Üstə oxuyuram və burası görün nə verirlər yeməyə. Burada çox səliqəlidir. İndi biz market axtarırıq ki, marketdən içəcəklər alaq və otel aparaq, qoyaq ki, axşam suyanda içə bilək. Normalda məsələn Bakıda otellərdə necədir? Mini bar olur və onun içində nə etsəz pulunu ödəyirsiniz. Amma burada belə bir şey yoxdur. Sadəcə özünüz alıb qoymalısınız. Və süpermarket, Sultanahmet süpermarket, bir dəqiqə göstərim sizə. Sultanahmet süpermarket. Burada fərqli chipslər də var. Əslində patos Azərbaycanda da var, chips yoxdur Azərbaycanda. Chips yoxdur bir dənə. Tamam efendim. Aleykümselam. Hoş geldiniz. Əslində çox yaxşıdır. Biz bu ayrandan bayaq içdik, çox dadlı dedi. Yəni əsla başdakı ayrandan oxşamır, çox dadlı, çox ləziz. Bu arada mən əsas məsələni deyəsən deməyi unutmuşam. Biz Eminönündə qalırıq. Otelimiz Eminönündədir. Və market alış-veriş eləmişik. Orada çəkməyi unutdum, çünki heç birinin qiyməti yox idi. Ümumi marketi çəkdim, sadəcə olaraq nə aldığımızı çəkmədim. Çünki heç birinin qiyməti yox idi. Kassadan ancaq öyrənə bilirdik. Efendim? Evet, buyurun. Bir Pepsi aldık. Deməzdin də göstərərdik. Maraqlı olsun. Hə.
Bir Pepsi. Oteldə göstərərik də, səbirli ol. Mənim kanalımı idarə edir, buna bax. Hə. Deməli, biz Eminönü, bu arada ən vacib məlumatı mən sizə deyəsən deməmişim. Bu arada belə düşünürəm. Çünki eniş idi, yoxuş. Mən həmişə bunu qarışdırıram. Bu enişdi, yoxuşdu. Bu enişdir. Eniş. Yoxuşu düşürük. Necə? Enişdəyik, yoxuşu düşürük. Eyni şeydir. Yoxuşu düşürük, Nəysə. yoxuşu qalxır. Hə. Nəsə ki aşağı düşürəm. Ona görə biraz belə gedirəm. Sorry. Üzrü sayın. Hal-hazırda bizim qaldığımız ərazi Eminönüdür. Biz özümüz buranı seçdik. Çünki tarixi yerlərə bura daha yaxındır. İnşallah bir də qismət olsa gəlmək. Onda yəqin ki artıq Taksim, Nişantaş tərəflərdə qalarıq deyə düşünürəm. Bu arada bizim otelin tam yanında istasyon var. Yəni oradan tramvaya da, metroya da minmək mümkündür. Çünki burada taksilər dəhşət bahadır. Deyir, yəni taksimetrə iləndir və sən öncədən bilmirsən ki, o nə qədər olacaq yol. Mindiyin anda taksimetrəni açır və belə su kimi axır. Bir də düşəndə deyirlər ki, falan qədərdir. Nə? Belə. Ümid edirəm ki, məndən maraqlı gəzirsiniz. İndi də bir dənə otelə deyək, aldıqlarımızı qoyaq. Sonra da gedəcəyik maraqlı bir yerə yemək yeməyə. Hansı ki, TikTok'umuzu ələ keçirtmişdi. Kamran bu arada İstanbul'a gəlməzdən qabaq çox yaxşı hazırlaşıb, hər yeri araşdırıb. Kamran elə bir ki, buranın bir kurk gəzib də xəritədə. Amma mən heç nəyə baxmamışam, çünki mən həmişə maraqlı qalsın istəmişəm mənim üçün. Beləliklə, indi Kamran hara? Nə deyirlər? Kamran deyir, sür dərəyə, sürürəm dərəyə. Belə. Bir də belə baxın buralara, artıq saat 7-nin yarısıdır. Axşam yeməyi üçün çıxmışıq. Görün nə qədər martılar var. Burada o qədər martı var. Yəni mümkün deyil ki, adım başı martı görməyəsiniz. Burada adım başı belə balıq yerləri var. Balıq, köftə ekmek, belə şeylər satırlar. İndi biz də sırf balıqçıların sırasına gedirik, o tərəfdədir hamısı. Öyrəndik ki, sən demə biz bayaq baxdığımız İstanbul kartları sadəcə müvəqqəti müddət üçün keçərliymiş. Amma biz davamlı istifadə üçün 165 TL-yə özümüzə kart aldıq. Bu arada İstanbul kartlarına balans yükləyəndə və yaxud da kart alanda NFC ilə ödənişlər elə bilirsiniz. Həmçinin bizdə necə NFC ilə metrolardan, avtobuslardan keçmək olursa, orada da olur. Sadəcə NFC ilə olan ödənişlər də 60 TL-dir. Amma İstanbul kartı ilə ödəniş eləyəndə 42 TL-dir. Bir də əlavə olaraq İstanbul kartına balans dolduranda istər kartla, istər nağd şəkildə ödəniş eləsəz belə orada müəyyən cüzi bir miqdarda vergi tutulur. Ekranda da nə qədər tutulduğu təxmini göstərmişik. Amma belə də deyim, 200 TL-yə 2 TL vergi tutur və sizin balansınıza 198 TL yüklənir. Biz burada kart almışıq deyə bizdə biraz çox vergi tutub. 17.neçə vergi tutmuşdu. Səhvləmirəmsə ekranı saxlayıb baxa bilərsiniz. Kartınızı isə aşağıdan götürürsünüz və istifadəyə yararlı olur. Elə kartı alan kimi də içərisinə balans vurmalısınız da. Yəni kartı götürəndə içərisində vurduğunuz balans artıq oturmuş olacaq və istifadə edə bilərsiniz. Bizim İstanbul kartımız oldu. İçində də 200 TL var. Ümumi məbləğ bu qədər tutdu. Bu manatla nə qədər eləyir? Ne deyəcəm ona? Ümumi məbləğ manatla 14 manat 20 qəpik. 200 TL içində məbləğ olan kart, çəmən ehtiyatlı ol. 200 TL içində məbləğ olan kart və kartın özü. Bir də bu davamlı istifadədir. Burada elə aparatlar var ki, bir istifadəli kart satırlar. Ona yaxın durmayın, onu almayın. Kartın özü 165 TL'dir. Porsiyona baxaq, balaca səkidən yox. Ya bekleyin kimse yok ya hep beraber gidelim.
Deməli gəlmiş indi bayaq da dediyim kimi balıq ekmək yeməyə. TikTok'da məşhur videosu da var. O yerdən gəlmiş. Ümid edirəm ki, video çəkə bilərəm. Yerli ve yabancı tüm turistlerin akın ettiği o meşhur balık dürümcüye geldim. Lavaşların içerisine sırasıyla bolca yeşillik, soğan, limon, nar ekşisi, sos ve baharatlama çalışması yapıldıktan sonra kılçıkları ve derileri itinayla temizlenen uskumrular da lavaşların içerisine tek tek diziliyor. Sonra dürümler de sarılıp ızgaraya konuluyor. Bu balık dürüm konusunda ben çok hassasım. Burası da en temiz yerlerden birisi. Ve sırrını asla kimseyle paylaşmadıkları o özel sosla lavaşlar soslandıktan sonra son olarak baharatı da eklenen dürümler hazır hale geliyor. Bir de içmeye burada. Tanınma ilgili bilgi. Ha, bura haraydı? Burada. Eminönü iskelesinin ön taraflarında Yılmaz Balıq Dürümcüsü. Hə. TikTok'da olsa baxsa çıxacaq. Bir də şey, caminin adı nə idi? Hə, Rüstəm Paşa caminin önü. İqlimat Sultanın yoldaşı. Rüstəm Paşa caminin önündə, yanında. Bu arada bütün maraqlı hissələri, maraqlı yerləri shorts olaraq da çəkirəm. Shorts amma birinci Instagram yükləyirəm, sonra artıq YouTube-a da yükləyəcəm. Yeməyimizi götürdük. Əslində bunun üçün qısa video çəkmişəm Instagram üçün. Ola bilər ki, shortsda da paylaşdım, bilmirəm hələ ki. İndi sizə də göstərim. Soğanımı çox istədim. Çox dadlıdır da yəni. Bir də əlcəklə işləyirlər deyə ürəyim rahatdır. Çox təmiz görünür yerim. Mən bayaqdan baxıram, orada bəzi balıqçılar var, amma Allah bağışlasın, amma o deyil də yəni. Çox pis gündə işləyirlər. Amma bu həqiqətən həm təmizdir, həm də ki çox ləzzizdir. Balıq sevirsinizsə mütləq gəlməliyiz bura. Yedik, içdik, doyduq. İndi gəzməyə çıxmışıq. Bura İstanbul Ticarət Universitetidir. Qəşəng görünür əslində. Səliqəli və yaxşı remontlu. Söhbətə o qədər başımız qarışıb ki, gəzə-gəzə gəlib çıxmışıq Fatihə. Bir də başımızı qaldırdıq, məptatçılıq baxdıq ki, xəritədə gördük Fatixdəyik. Sən demə, Fatih elə Eminönündən yuxarıya qalxan yolda yerləşir. Buralarda çox gözəl idi. Burada artıq Azərbaycan dilində çox sözlər unuturam. Yavaş-yavaş. Unuturam. 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 Burada teknilər də çoxdur. Gəmilər də çoxdur burada. İndi biz də tramvaya minəcəyik və otelə yaxın olan Eminönündə düşəcəyik. Oradan da biraz piyada yolumuz var. Əslində iki tramvaydan da istifadə eləmək olar. İndi baxaq da görək necə eləyirik. Bir də buranın gecəsini göstərim sizə. Qalata. Daha sonra burada körpü. Çanakkale körpüsüymüş. Və belə işıqlar. Həqiqətən çox gözəl görünür. Səhər yox, amma axşam buranı həqiqətən də bəyəndim. Səhər biraz çox basa-bas idi və bəlkə də mən özümü yaxşı hiss eləmirdim deyə belə idi, amma indi çox bəyənirəm. Belə balkondan mənzərəmiz var. Bir dənə xət seçil.
Biz artıq belə deyək də bu otel ətrafı sayılır. Eminönü, sonra üzü aşağı düşəndə Fatih falan. Yəni ki, bunların hamısını demək olar gəzdik bu gün. Həm gecəsini, həm gündüzünü. Mən elə gəlir ki, bu günün video bu qədər bəsdir. Ümid edirəm ki, uzun bir vlog alınar. Növbəti gün üçün isə yenə də gözləmədə qalın. Mütləq şəkildə vlog paylaşacağım. Videonun sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.